Elə bil ki, dayımın evidir. Biz də ki, eşitdik ki, Hacı eşidən nasıl gəldi, gördük ki, aşağıda ki, yanğın baş vermişdi. Qonşular da gəldilər, biz söndürmək, pajar niyə zəng eləmişik, gəlib. Pajar gələnə qədər artıq demək olar ki, çoxunu söndürmüşdü. Abbasda ki, bağlığın içinə dayıdı, istəyim yanmışdı, əlləri yanıb, ayaqları yanıb. Oğlu məsələn, Murad, onda yanıq xəsarətləri vardı. Aparılıb xəstəxanaya. Söndürmək istəyəndə yandı da? Söndürmək istəyəndə yandılar da, girmişdi alova, başqa yolu yoxdur. İndi hal-hazırda tam məlumat yoxdur ki, indi xəstəxananın gəlsin biləcək. Ehtimal var, nədən yana bilər? Ehtimal tokun qısa qapanması ola bilər, çünki xaldan əvvəli yanıb, ehtimaldır ki, tokdan olur. Dayan kim söyle? Evet. Yukarıya da yukarıdan yukarı. Ben yukarı çıkmışım canım. Adamı sen göster. Tahta olan yer ki, Xalıqdan başlaydı benzeli. Yanım çok güzel. Altısı 3-cü ay 2025 tarixində 01:00 radələrində Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə 2 nəfər kişi cinsli şəxs hospitalizasiya olub. Onlardan biri 1961-ci il təvəllüdlü kişi cinsli şəxs bütün bədən səthinin hər iki yuxarı ətrafının 1-ci, 2-ci dərəcəli termiki yanığı diaqnozu ilə daxil olmuşdur. İlkin tibbi yardımlar göstərildikdən sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilmişdir. Digər 1996-cı il təvəllüdlü kişi cinsli şəxs sol qolunda olan 1-ci dərəcəli termiki yanıqla təcili yardım şöbəsinə daxil olub. İlkin tibbi yardımlar göstərilib, vəziyyəti stabildir. Müalicəsi təcili yardım şöbəsində davam etdirilir.